Hansı sahaları bir strateji hesab edirik? İlk növbədə ölkələrimizin coğrafi mövqeyini nəzərə alaraq və nəzərə alaraq ki, şimal-cənub nəqliyyat dəhlizi İran və Azərbaycan ərazilərindən keçir. Bu istiqamətdə şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış addımları qeyd etmək istəyirəm. Şərti olaraq birinci mərhələsi üzrə, bu dəhlizin yaradılmasının birinci mərhələsi üzrə iki mühüm saziş imzalandı səfər çərçivəsində. Birinci saziş Azərbaycan və İran dəmir yollarının əlaqələndirməsi haqqında çərçivə sazişi adlanır. İkinci sənəd Astara-Çay üzərində dəmir yol körpüsünün tikintisi haqqında müqavilə. Bu iki sənəd imzalandı və bu iki sənədin imzalanması imkan verir ki, bu ilin sonuna dək Azərbaycan tərəfi Astara çayına qədər çatışmayan 8-13 kilometr dəmir yolunun tikintisini başa çatdırsın. İran tərəfi ilə birgə sözü gedən körpünün tikintisini həyata keçirsin. İran tərəfi öz ərazisində demək 2 kilometrdən bir qədər çox olan dəmir yolunun tikintisi, eyni zamanda hər iki tərəf terminalların, yük terminallarının tikintisini başa çatdırsın. Yəni ilin sonuna dək bu işlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan prezidenti keçən il dekabrında, daha dəqiq dekabrın 7-sində şimal-cənub nəqliyyat dəhlizinin dəhliz üzrə görülən işlərin sürətləndirməsi haqqında fərman imzalamışdır və bu fərmanda nəzərdə tutulan işlər bu səfər çərçivəsində başa çatdırılmışdır. Yəni hər iki müqavilənin, sazişin və müqavilənin imzalanması nail olunmuşdur. Əlavə olaraq deyə bilərəm ki, Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsində birinci mərhələnin Azərbaycan tərəfinin öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulan vəsait artıq investisiya hissəsində nəzərdə tutulur. Yəni Azərbaycan tərəfi üçün bu işlərin yerinə yetirilməsi üçün heç bir mane yoxdur. Eynilə İran tərəfi öz öhdəliklərini yerinə yetirəcək. Amma mən xüsusilə vurğulamaq istəyirəm ki, bu şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin yalnız ilk mərhələsidir. Ümumilikdə isə nəzərdə tutulur Fars körfəzindən, Bəndər Abbas limanından, İran ərazisindən Astara və Azərbaycan ərazisindən Samux və Rusiya Federasiyası, Finlandiya, Şimali Avropa ölkələrinə qədər gedişi. Bugün biz şimal-cənub beynəlxalq dəhliz deyəndə məhz bu layihəni nəzərdə tuturuq. Bu layihənin başa çatdırılması üçün bir sıra işlər görmək lazımdır. İlk növbədə İran ərazisində Astara şəhərindən Rəşt şəhərinə qədər 170 kilometrlik dəmir yolun tikintisi məsələsidir və Rəşt şəhərindən Qəzvin şəhərinə qədər olan dəmir yolun, bu da 180 kilometrdir təqribən. Amma ora yoxdur axı, Şahin müəllim. Qəzvin Rəşt yolu yoxdursa, onlar tikiləndən sonra ora dəmir yolundan gəlib, sonra tırlarla aparacaqlarmı yükləri? Birinci mərhələdə Astaradan dəmir yolu Astaraya qədər böyük həcmli yük avtomobillərinə daşınacaqdır. Düzdür, tam elə doğrudur. O birinci mərhələni əhatə edir. Amma tam layihə başa çatanda demək Qəzvin Rəşt hissəsi İran tərəfi tikir və bizə verilən məlumata görə 80%-dən yuxarı hissəsi artıq başa çatır. Rəşt Astara hissəsi isə bizim üçün maraqlıdır. İran İslam Respublikası üçün vacibdir təbii ki, bu dəhlizin yaranması və üçüncü ölkələrdə bu maraq göstərirlər. Konkret olaraq mən deyə bilərəm, Rusiya Federasiyası da bu yolun tikintisinə maraq göstərir və yaxın zamanlarda, mən lap yaxın vaxtları nəzərdə tuturam, yəqin ki artıq mart ayında, aprel ayında bu istiqamətdə danışıqlar aparılacaq və Azərbaycan tərəfi də daha aktiv bu layihənin həyata keçirilməsinə iştirak etmək niyyətindədir. Danışıqlar aparılacaqdır, danışıqlar gedəcəkdir və məsələnin əhəmiyyətini nəzərə alaraq bu layihənin başa çatdırılmasında Azərbaycan israrlıdır və Azərbaycan üçün bu həqiqətən də strateji bir əhəmiyyət daşıyan layihədir. Təkcə Azərbaycan üçün yox, mən əminəm ki, həm İran üçün, həm Rusiya Federasiyası üçün və Şimali Avropa ölkələri üçün bu çox vacib bir layihədir. Çünki alternativ layihələrlə biz müqayisə etsək, görərik ki, hər bir parametr üzrə, yük daşımalar üzrə vacib olan parametrlər üzrə Azərbaycandan keçən yolun əmək əlverişliyi göz qabağındadır. Həm vaxt baxımından, əgər biz müqayisə etsək, alternativ olaraq var
demək Süveyş kanalı, Aralıq dənizi və Şimali Avropa var. Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası, Şimali Avropa var. İran, Azərbaycan, Rusiya, Şimali Avropa və biz müqayisə etsək vaxt, xərclər, məsrəflər baxımından və prosedurlar baxımından təbii ki, biz tədbirlər görəcəyik, cəlbedici olsun və bu parametrlər üzrə bizdən keçən və sözü gedən layihənin üstünlükləri göz qabağındadır. Və mən böyük marağı da qeyd etmək istəyirəm. Söhbət təbii ki, təkcə İrandan, Azərbaycan vasitəsilə Rusiyaya və yaxud Şimali Avropaya gedən yüklərdən getmir. Söhbət Hindistandan, Pakistandan, Asiya ölkələrindən Şimali Avropaya gedən yüklərdən gedir. Layihənin bir xüsusiyyətində mən xüsusilə vurğulamaq istəyərdim. Bu da Azərbaycan ərazisindən Qara dənizə çıxış. Bu artıq mövcud, bilirsiniz, Azərbaycan-Gürcüstan dəmir yolları vasitəsilə keçə bilər və xüsusilə Bakı-Tbilisi-Kars layihəsi ilə demək Türkiyə şəbəkələrinə qoşulması imkanlarıdır. O deməkdir ki, biz artıq cənub-şimal deyil, cənub-qərb nəqliyyat dəhlizindən danışmalıyıq. Yəni bizim danışdığımız şimal-cənub nəqliyyat dəhlizi digər beynəlxalq dəhlizlərlə də kəsişir. Və bu bizim layihə üçün çox vacib, önəmli bir üstünlükdür. Azərbaycan bax bütün bu sadaladıqlarımızdan hansı vəsaiti gözünün qabağına gətirir? Nə qədər pul qazanmaq imkanımız olacaq bizim? Bilirsiniz, burada təbii ki, söhbət yükün həcmindən asılı olacaq və digər tərəfdən sərnişinlər də aiddir. Mən o haqda da iki kəlmə demək istəyərdim. Təbii tamamilə doğru deyirsiniz. Hər bir məsələnin, layihənin iqtisadi tutumu olmalıdır, maliyyət tutumu olmalıdır və bu da yükün həcmindən asılıdır. İndi biz necə nəzərdə tuturuq? Əgər biz birinci mərhələdə, hələlik Astaradan, deyək ki, vaqonların yüklənməsi vasitəsilə yükləri daşısaq, biz düşünürük ki, hardasa 5-7 milyon ton yük həcmini Azərbaycan vasitəsilə daşına bilər. Amma gələcəkdə təbii ki, biz bu həcmlərin dəfələrlə artmasını gözləyirik və əgər kifayət qədər təşviq və sürətli iş apararıq və vaxtında bu layihəni yerinə yetirər, mən hesab edirəm ki, 10 milyon ton yükdən gedəcək söhbət. Bu böyük dividenddir.